Salam, hər vaxtınız xeyirli və uğurlu olsun dəyərli şagirdlər. Videomuza xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə 5 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 9-cu sinif buraxılış imtahanında Azərbaycan dilinin qrammatika suallarının izahlarına nəzər salacağıq. Gəlin vaxt itirmədən başlayaq. Nümunənin təhlilinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Alnındakı qırışlar adicə qırış deyildi, öz xalqının keçdiyi istirab yollarıdır. Deməli, hər iki misrada ismi birləşmə işlənmişdir deyə bilərəm. Deməli, bunlar hansılardır? Alnındakı qırışlar və istirab yollarıdır. Qeyd edə bilərik ki, hər ikisi ismi birləşmədir. Ona görə bir olmayan variantlara atıram, çünki bir doğrudur. B və A və Y variantlara getdi. İkinci misradakı isimlər ikisi həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul edib. Tamamilə yanlış fikirdir. Niyə görə? Çünki xalqının sözü ikinci misrada həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmiş yeganə isimdir. Mən başqa bir isim görmürəm burada. Ona görə 2 tamamilə yanlış olduğuna görə 2-ni çıxıram. D variantı getdi. B ilə C qaldı. Birinci misradakı isimlər eyni haldadır. Alnındakı qırışlar adicə qırış deyil. Qırışlar burada adlı haldadır. Qırış sözü də həmçinin adlı haldadır və hər ikisi isimdir. Ona görə də mən 3-ü götürməliyəm. 4-ə baxıram. İkinci misrada ismi xəbər söz birləşməsi ilə ifadə olunub. Tamamilə doğru fikirdir. Deməli, istirab yollarıdır. İsmi birləşmədir və söz birləşməsi ilə ifadə olunub. İsmi xəbərdir həmçinin. Buna görə də mən bunu götürə bilmərəm. Niyə? Çünki bu fikir doğru fikirdir. Yanlışın altında yazıldığına görə mən bu fikri götürə bilmərəm qəti surətdə. Ona görə B4-ü atıram, yəni B də çıxır. Qalır doğru cavab C variantı. Niyə görə? 5-in 6-ya baxıram. Birinci misrada həm baş, həm də ikinci dərəcəli üzvü izah edən təyinlər işlənmişdir. Aha, deməli, alnındakı qırışlar adicə qırış deyil. Həm baş, həm də ikinci dərəcəli üzv izah edən təyinlər işlənmişdir. Tamamilə yanlış fikirdir. Belə bir şeyə rast gəlmirəm deyə 5 səhvdir. 5-i götürməliyəm. Yəni, 6-da da deyir ki, nümunədəki sifətlər azaltma dərəcəsindədir. Məsələn, alnındakı var. Alnındakı adi dərəcədə olan bir sifətdir. Mən bunu götürə bilmərəm. Ona görə də doğru cavab elə olur. 1, 3, 5, 6 C variantı. 28-ci suala baxıram. 28-də deyir ki, lanın işlənmə məqamlarının düzgün uyğunluğunu müəyyən edin. Deməli, Səfi dayı qonaqlıqda Hüseynlə tanış olmuşdu. Hüseyn ilə tanış olmuşdu. Burada qoşma olduğuna görə mən 1-ə, deməli, A variantını yazıram. 1-ə A-nı yazıram. Aha. Deməli, sonra Rizvanla Qədir Kürün sahilinə doğru qaçmağa başladılar. Rizvan və Qədir, Rizvan ilə Qədir belə deməliyəm. Yəni 2-yə mən B-ni yazmalıyam. Sonra 1-ə A, 2-nə B-ni yazmalıyamsa, mən variantlardan B-ni, Y-ni, A-nı çıxıram. Elə şərq ölkələri var ki, oraya günəşlə bərabər ensən, yenə də dərinliklərə nüfuz edə bilməzsən. Günəşlə bərabər ensən. Deməli, burada qoşmadı ilə qoşmasıdır və ona görə C variantı həmçinin 1-ə gedir. 1-ə A ilə C gedirsə, avtomatik olaraq D də çıxır. Doğru cavab qalır. Deməli, C variantı. Gəlin digərlərinə də baxaq. Ertəsi gün həvəslə bizi həmin tədbirə çağırdı. Həvəslə hansı tərzdə? Tərz düzəldən şəkilçidir. Tərz hərəkəti zərfi düzəldir və buna görə də mən 3-ə D-ni yazıram. Həmin illərdə Nəcəf bəyin komediyaları böyük müvəffəqiyyətlə tamaşaya qoyulurdu. Hərəkətə aiddir, zərf düzəldən şəkilçidir. Tərz hərəkət zərfi yenə də deyirəm düzəldib və 3-ə də D ilə Y gedir. 1 A, B, üzr istəyirəm, bir də C də var idi, C yazmadım. Deməli, 1A, C, 2B, 3D-yə doğru cavab oldu C variantı. 28-ci suala baxıram, üzr istəyirəm 29-a baxıram. Hansı cümlədə səhv yazılmış söz var? Universitet tələbələri uğur qazandılar. A variantı doğru olduğuna görə və heç bir səhv məqam yoxdur deyə mən A-nı çıxıram. B-də deyir ki, əfv etmək və unutmaq yaxşı insanların intiqamıdır. B-də də hər şey doğru olduğuna görə mən B-ni də atıram. C-də vətənimizin sərvətləri boldur. Burada da hər şey doğru. Orfoqrafik səhvlərə yol verilməmişdir. Kin, küdurət qəlbdə kölgə kimi dolaşar. Kin, küdurət olmalıydı. Yəni, i-ni yerinə ü sait olmalıydı. Küdurət. Və doğru cavab elə D variantıdır. Kompüteri ehtiyatla istifadə edib. Bu da Y də düzdür. Doğru cavab qalır D variantı. Növbəti suala baxıram. 30-cu sual. Sual işarəsinin yerinə hansı şəkilçi yazılsa, düzəltmə söz alınar. Deməli, düzəltmə söz olması üçün bir leksik şəkilçi lazımdır bizə və hardadır görək. Deməli, gülçülər olsa, bəli, tamamilə doğrudur, elə doğru cavab A variantıdır. Güldülər düz zaman şəkilçisi olacaq və mənə lazım deyil bu, çünki yenə də sadə söz olur. Gülmüşlər ola bilməz, gülsələr, bu da olmur. Gülürlər,
bu da ola bilmir. Yəni leksik şəkilçi lazımdır. Buradakıların hamısı da qrammatik şəkilçilərdir. Doğru cavab olur A variantı. 31-ci sualda biri yalnız baş üzvlərdən ibarətdir. Yəni yalnız mübtəda və xəbərdən ibarətdir. Bu cür sualları həll edərkən mütləq şəkildə sintaktik təhlil olunmalıdır cümlə. Nəriman şəhərdə yaşayırdı. Nə edirdi, yaşayırdı? Kim? Nəriman. Harda? Şəhərdə. Burada yalnız mübtəda və xəbərdən ibarət deyil. Həmçinin burada yer zərfliyi də var. Ona görə A-nı atıram. B-yə baxıram. Kinodan sonra evə qayıtdıq. Nə etdik? Qayıtdıq. Kim? Biz. Nə vaxt? Kinodan sonra hara qayıtdıq? Evə qayıtdıq. Görürsüz, deməli ikinci dərəcəli cümlə özəlləşdirilmişdir. Ona görə B variantını atıram. Əqrəb qorxulu həşəratdır. Nədir həşəratdır? Nə? Əqrəb necə həşəratdır? Qorxulu həşəratdır. Deməli burada da gördüyünüz kimi təyin işlənmişdir. Sifət var yəni. Ona görə C də gedir. Bu il məhsulumuz bol oldu. Deməli, necə oldu? Bol oldu. Nə? Məhsulumuz və bu il. Burada gördüyünüz kimi digər ikinci dərəcəli cümlə özü işlənənə görə D də gedir. Sizin qonşunuz həkimdir. Nədir? Həkimdir. Kim? Sizin qonşunuz. Bu da yalnız mübtəda və xəbərdən gördüyünüz kimi ibarətdir. Elə doğru cavab olur Y variantı. 32-ci suala baxıram. Fərid sinifdə hamıdan kiçikdir cümləsində xəbər hansı hissəsi ilə ifadə olunmuşdur? Kiçikdir, sifətdir də, yəni. Çox sadə və rahat sualdır. C variantı. 33-cü suala baxıram. Hansı cümlədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Deməli, Sabir, Orxan, Turac və Anarla danışılsın. Deməli, burada mən nə edirəm? Sabir, Orxan, sıralama gördüyünüz kimi var deyə, sıralama var deyə. Bu götürülə bilməz. Sabir, Orxan, Turac və Anarla danışılsın. Və Sabirə müraciət kimi də deyə bilərəm. Sabir, Orxan, Turac və Anarla danışılsın. Amma Sabir sıralana da bilər. Ona görə bunu götürə bilmirəm. Yalnız, yəni hər kim mənada düşünə bilirəm. Bunu yalnız xitab kimi düşünə bilmirəm. Deyə A getdi. Akif, Vəli və Toğrul danışsınlar. Akif, Vəli və Toğrul danışsınlar. Burada iki mənada düşünülə bilir. Biri Akifə müraciətlə, biri sıralama yolu ilə. Ona görə B variantda gedir. Sahib, Elşən, Tuqayı tədbirə dəvət etdilər. Sahib, Elşən və Tuqayı tədbirə dəvət etdilər. Belə deyə bilərikmi? Belə demək olur. Yəni iki mənada işlənə bilir. Ona görə C də getdi. Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Deməli, Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Bir də Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Bu da iki mənada işlənə bilər deyə mən D-ni də atıram. Y-yə baxıram. Lalə, Əhməd də Uğur da hesabat hazırlasınlar. Sanki Laləyə belə deyək, iş tapşırırmış kimi. Lalə, Əhməd də Uğur da hesabat hazırlasınlar. Amma Lalə, Əhməd, Uğur da deyəndə də qoşmasını, də bağlayıcısını üzr istəyirəm. Lalənin yanına artırmaq lazım idi. Lalə də, Əhməd də, Uğur da. Yəni o cür sıralama yolu ilə deyə bilmirəm deyə. Deməli avtomatik olaraq mənim yeganə variantım qalır ki, buradakı Lalə sözü mütləq şəkildə xitabdır. Bu da onu deməyə əsas verir ki, 33-cü suala doğru cavabımız olur Y variantı. 34-cü suala baxıram. Hansı söz feilin əmr şəklindədir? Feilin əmr şəklinin formasını yadımıza salırıq və işləyirik. Deməli, danışar, nə edər danışar? Götürə bilmərəm. Oxuyun, siz oxuyun. Deməli, burada sözün sonunda şəxs sonluğu var, yəni xəbərli şəkilçisi var və belə doğru cavab olur B variantı. Öyrənə, A, burada kaş, deməli, kaş öyrənə biləcək arzu şəklinin şəkilçisidir. İşləyəcək, deməli, xəbər şəklidir. Gələsidir, AS lazımdır və elə doğru cavab yenə qalır B variantı. Keçirəm növbətiyə 35-ci sual. Elə adamlarla oturdur ki, hamı onlardan razılıq etsin. Cümləsinin təhlili ilə bağlı səhv fikri müəyyən edin. İşarə əvəzliyi təyin ifadə vasitəsidir. Deyə bilərəmmi? Baxaq. Deməli, işarə əvəzliyi hansıdır burada? Elə adamlarla, necə adamlarla, elə adamlarla həqiqətən də təyin ifadə vasitəsi olduğuna görə A variantı doğru fikirdir. A-nı mən atıram. B-yə baxıram. Xəbərlər mürəkkəb feillə ifadə olunmuşdur. Deməli, oturdur, nə et, oturdur. Oturdur gördüyünüz kimi deməli mürəkkəb feildir. Razılıq etsin, o et bilqimlə yarananlar bildiyimiz kimi mürəkkəb feildir deyə B variantı da doğrudur. Hər ikisi razılıq etmək, bir də ki, oturub durmaq. Bunlar da ki, deməli, mürəkkəb feillərdir. Hər iki tərkib hissədə tamamlıq işlənmişdir. Varmı tamamlıq görək? Hər iki tərkib hissədə. Adamlarla oturdur. Onlardan kimdən, onlardan. Hər ikisində də tamamlıq işləndiyinə görə onlardan kimdən, onlardan adamlarla oturdur. Onlar da deməli adamlarla orada tamamlıqdır, onlardan orada tamamlıqdır. Və deməli C variantı da doğrudur. D-yə baxıram.
D-yə baxıram. Tərkibindəki cümlələr ümumi şəxslidir. Elə adamlarla oturdur ki, hamı onlardan razılıq etsin. Hamı məsələn burada müəyyən şəxsli cümlədir. Ona görə ümumi şəxsli ola bilməz. D variantı tamamilə yanlış fikirdir deyə elə doğru cavab olur D variantı. Əvəzliklə ifadə olunmuş mübtəda işlənmişdir. Əvəzli ifadə olunmuş mübtəda hansıdır? Məsələn, hamıdır. Hamı niyə görə götürdüm? Hamı deməli qeyri-müəyyən əvəzlikdir və mübtəda vəzifəsindədir. Ona görə Y də doğru fikir olduğuna görə səhv fikir yeganə qalır D variantı. 36-cı sual. Hansı cümlədə o yalnız şəxs əvəzliyi kimi düşünülə bilər? Deməli o içəri girib baş əydi. Burada elə şəxs əvəzliyi burada o. İnsan adı qoyuram yerinə. Məsələn, kim deyirəm? Məsələn, Anar deyim. Anar məsələn içəri girib baş əydi və şəxs əvəzliyi kimi işlədə bilirəm yalnız. Başqa cür olmur. Ona görə də doğru cavab olur A variantı. B-yə baxıram. O meşəyə gedən yoldur. Biri var ki, o meşəyə gedən yoldur. Biri də var ki, o yol meşəyə gedən yoldur. Deməli, iki cür burada düşünülə bilir. B də getdi. O məktəbin həyətini addım-addım dolaşdı. Biri var hansısa insan, hansısa şəxs məktəbin həyətini dolaşıb. Biri də var ki, o məktəbin həyəti. Əlimlə göstərirəm ki, o. Məsələn, uzaqlıqdakı o məktəbin həyəti. Deməli, iki cür düşünə bilirəm deyə C də getdi. O maşına doğru getdi. Yenə də deyirəm, məsələn, Nazim maşına doğru getdi. Bir də deyirsən ki, o maşın, yəni məsələn, o yolun qırağında duran maşın. Yəni belə deyək də, işarə vəzliyi kimi göstərirsən. O da getdi, D də gedir. O evin yiyəsi Nazim Səfərlidir. Hansı evin yiyəsi Nazim Səfərlidir? O evin yiyəsi. Deməli, burada həm göstərirəm şəxsi vəzliyi kimi Nazim Səfərli evin yiyəsi olduğu kimi, həm də göstərirəm, deməli işarə vəzliyi kimi əlimlə göstərirəm ki, o evin yiyəsindən söhbət gedir. Deməli, Y də gedir. Doğru cavab qalır A variantı. Bu qədər dostlar, ümid edirəm ki, bugünkü videomuz sizin üçün müəyyən qədər faydalı oldu. İnşallah gələn videolarımızda görüşmək ümidi ilə hələlik.